Deməli, başlayırıq ən sevdiyim hissəyə, sizin əl işlərinizə baxmaq. Amma bunu deyim ki, uşaqlar, 100-dən çox rəsm işi vardı. Keçən dəfə heç olmasa onu bir yerə sıxışdıra bildim. Amma bu da həddindən artıq çox idi və bu bizim üçün müsbət bir şeydir. Nəyə görə? Həvəskarların çoxluğu, rəsmə marağı olan insanların çoxluğu, yəni bu kanalın qabağa getdiyim bir işarəsidir. Bu mənim üçün bir motivasiyadır. Amma istəmirəm ki, hamısını bir yerdə toplatırıb baxmaq istəmirəm. Yəni xoş olmaz. Mən də siz də sevməzsiniz. Ona görə də dedim ki, 2 hissəyə ayırıram. Yəni deməyin ki, müəllimə daha bundan sonra azaltacağam. Atın, fərqi yoxdur. Sadəcə gün məsələsində biraz problem yaşaya bilərik. Məsələn, bugün bazar günüdür və bazar günü bu video gələcək. Axşam saatlarını fikirləşirəm və bunun davamı da ikinci günü gələcək. Yəni mən həftədə 3 dəfə uzun video paylaşacağam. Bazar günü, ikinci günü və 5-ci günü. 5-ci gündə istəyirəm ki, sırf qabiliyyət imtahanı ilə bağlı bir şeylər bölüşək ya da istəsəniz şərh bölümündə də nə istəyirsinizsə onu çəkə bilərik. Və 6000-də olduq və ona özəldə sual-cavab videosu gələcək. Çox da videonu uzatmayalım, əl işlərinizə baxın. İlk əl işimizi burada görəcəksiniz və mən həqiqətən çox bəyəndim. Bunu deyim ki, maraqlıdır, yəni ya qızımızın yaşını bilmirəm, dodaq işləyir, yəni maraqlıdır yəni. Sadəcə tonlamasına bir vəzə fikir verirsən, daha da ona həzmli işləsən, yəni işıq kölgə fikir verirsən, lap gözəl əl işin olacaq. Digər bir işimiz Zəhradır, 14 yaşlı bir qızımızın işidir və 800 dənə iş atıb. İndi deyəcəksiniz ki, müəllimə, icmalda baxırıq, az adam var, əslində çoxdur uşaqlar. Əksəriyyətinə ürək qoymuşam. Hansı işə ürək qoymuşamsa, deməli onu da baxmışam, videoda da görəcəksiniz. Şirindir, yəni bir ördək görürük. Tonlamasını çox sevdim. Üstündəki mavi cəketdə çox qəşəngdir. 14 yaşlı, 8 yaş uşaqdır. Çox məncə yaxşıdır. Niyə də pis olsun əla. Yeni il avavası, yeni bir iş. Artıq yanvar ayı da çıxdı, fevraldır və doğum günümüz yaxınlaşır. Yaxşı olar inşallah hər şey. Və bu çox qəşəngdir qardan adam. Bir dənə zarafat var ya, demirəm onu, ayıbdır bizə yaşmaz. Çox qəşəngdir. Bu Titanskodur. Nədir? Biz ona baxardım, mən ötəri baxardım da. O da bir dənə karakter var. Və üstünə qara bir şey örtüb, havalı tarz. Onu mən çox sevərdim. Bunu bilmirəm. Amma rəngi işləsəm çox lap əla olar da. Yəni, aha bir portret. Nəsə bu tanış gəlir mənə. Elə bir əvvəlcədən baxmışıq. Elə bir kanalda da burada görmüşük də. Yəni elə bu da bunu məşq eləyib. Mən sənə bir müəllimə olaraq tövsiyəm odur ki, bu məşqlər davam edir. Amma görürəm ki, tonlamada biraz əziyyət çəkmirsən. Tonlamanı öyrənmək üçün sadə elementlərdən başla. Bilirəm, portreti öyrənmək istəyirsən. Amma sadə elementlərdən başlamayı tövsiyə edirəm. Maraqlı işləmirsən. 18 oktyabrla da bağlı təsvir işləmirsən. Dəmir yumruğun çox qəşəngdir. Əhsən. Bir də 20 yanvarı. Yəni, həqiqətən əlası uşaqlar. Çox da ki, biz o dövrlərdə dünyaya gəlməmişik, mən özümdə daxil. Amma nəsildən nəsilə bu ötürülməlidir. Çünki unutmadıq, unutmaq. Belə, yaxşıdır, afərin, davam elə belə. Əliyevanın işinə baxırıq. Aha, qızımız yazıb ki, Əliyeva fərq necədir? Antik baş heykəl görürəm. Bax, sən qabiliyyət imtahanına hazırlaşan bilirsən. Qabiliyyət imtahanında da bilirsiniz, dizayn ixtisasında antik baş heykəl olur. Və qızımız da məncə əvvəl işlədiyi və sonra işlədiyini qoyur. Birincisində antik baş heykəl, məsələn, görürəm ki, diamanı işləmirsən, çox da qəşəng işləmirsən, xarakterdə qəşəng tutmuşsan. Amma ikincisində bilirsən də, yəni, fərqlilik var. Tonlamada fərqi mən görürəm, qəşəngdir. Digərisi, yenə atıb, kolajlayıb yenə yanıki. Birincisi, görürsünüz, uşaq, natamam işdir, çənə hissəsində çox problemlər var. İkincisi də tonlama eləmişsən, səhvlər ola bilər, amma müqayisədə digəri daha yaxşıdır. Yəni, indi tonlama etdiyim daha yaxşıdır. Əhsən, uğurlar sənə qabiliyyət imtahanında da. Bu kanalda da qabiliyyət imtahanına bağlı videolar görəcəksən. İnşallah faydalı olar sənə. Yəni, daim çək, daim məşq et, daim öz üzərində işlə. İnşallah arzuladığın yerdə də olarsan, inşallah. Aha, salam müəllimə, necəsiz? Aha, biri salam verdi. Aleyküm salam, daim yaxşı olasan. Bu şəkil birincisi 5-ci sinifdə işləmişəm, ikincisini 7-ci sinifdə çəkmişəm. Necədir? Bir 5-ci sinifdə, yəni 11 yaşındaykən, indi də 13 yaşındakı işini atıb bizə, 4 dənə iş atıb. Başının forması biraz qəribədir, amma yaş məsələsi var da, yəni pis işləməlisən.
Ha, Buri daha emosionaldır gözləri. Ha. Amma ilk işlədiyin işlə ikinci işlədiyin iş arasında fərq var. Yəni ilk işində gözdə biraz görürsüz uşaqlar fərqlidir, amma ikincisində artıq biraz emosionallıq bilinir. Bir də bu yaş məsələsidir uşaqlar. Yaşı da boynuna atmır. Əgər bir insan daimi formada öz üzərində işləyirsə, deməli o insan uğurlu olar. Yəni şübhəsiz davamlılıq, davamlılıq, davamlılıq. Məşq, məşq, məşq. Necə ki Einstein dediyi kimi, əgər uğur qazanmağın 100%, 1% istedadla bağlıdırsa, 99%-i əziyyət, zəhmətlədir. Çalışmaq lazımdır uşaqlar. Aha. İndi qızımızın əməli 4-dən iş atır. Elə öz iki işini atıb başarılmalı. Onun müqayisə üçün çox qəşəng. Əsla. Mən də bu yaxın zamanlarda uşaqlıq vaxtı çəkdiyim əl işlərini atmışam və fərq çoxdur da, yəni həddindən artıq və bu məni sevindirir. Niyə başladığımı xatırladır. Məncə sizdə də elə hiss yaradacaq. Adamın, mən ümumiyyətlə işlərinizə baxanda istəyirəm şəkil çəkim, amma vaxt yoxdur. Bəhanə. Ev yoxdur. Əlizadənin işinə baxaq. Salam müəllimə, necəsiz? Çox sağ ol, gözələm, yaxşı olasan. Mənim 10 yaşım var və şəkillər necədir? Aha, mən birinci pasteldə ya da karandaşlı işləyib. Pastel nəyə görə deyirəm? O damka izləri yaranır uşaqlar. Pasteldə elə olur. Amma bəzən görsən vərəqim çox kələkötür, hamarlı bir vərəq olanda karandaş çox da dolmur içərisində. Ona görə belə vərəqlər akvarel vərəq olurlar yəni. Amma pis işləməmişsən, çox da qəşəng işləmişsən. Mənzərə çox qəşəngdir, rənglər çox qəşəngdir. Bax, 10 yaşlı uşaqların dünyası budur uşaqlar. O sərhəd tanımır, o rəngləri sevir. Amma bəzi uşaqlar bir yaş müddətindən sonra realistik işləməyə çalışırlar. Amma bunu qorumaq da lazımdır, yəni. Ailənin işinə baxırıq. Ağacın forması maraqlıdır. Məsələn, güllərdir, yəni çox qəşəngdir. Yəqin az yaşlısan, yaşını qeyd etməmişsən, uşaq yaşınızı qeyd edin. Mən yaşı əsasən qiymətləndirmək sevirəm. Halbuki hər dəfə deyirik ki, yaş önəmlidir. Amma yenə də mən yaşa uyğun qiymətləndirməyi sevirəm də, yəni. Elə yanaşmaq daha yaxşıdır, nəinki belə. Salam müəllimə, mən yeni takipçinizəm. Adım da Lalədir. Xoş gəldin ailəmizə. Həqiqətən bu ailə olduq da, yəni bir sözü burada. Ailə deyəndə, yəni tam fərqlidir uşaqlar. Fikirləşin, ailə üzvləri yox, tanıdığınız insanlar. YouTube kanalı misal göstərirəm. O qədər cana yaxın olurlar. İnansa ümumiyyətlə heç videoma baxmayan olur, şərh fikir bildirməyən olur. Amma sizlər tam fərqlisiniz. Yəni hər dəfə şərh yazır, video atan kimi reaksiya bildirən var. Bu məni çox sevindirir. Biraz da sürətli danışsam. Yəni bu müsbət bir şeydir, müsbət bir enerjidir. Fikir səni heç tanımayan biri bu qədər səndən yaxın belə. Mən üçün bu yaxınlıqdır, yəni. Həqiqətən sevilirsiniz. Yəni siz tərəfindən də bu mesajları alanda, müsbət mesajları sevinirəm. Mənfi də ola bilər. Biz hər şey açıq, əlbəttə ki, müəyyən sərhədlər dairəsində. Lavə 15 yaşım var. Xahiş edirəm rəsmlərimə rəy bildirəsiniz. Mənim üçün böyük bir məmnuniyyətdir, xoşdur. Həzz alıram sizin işlərinizə baxanda və uşaqlığım yadıma düşür, xəyallarım yadıma düşür. Niyə bu yola başladığım yadıma düşür, necə başladığım yadıma düşür. Əlləri maraqlıdır, bir portretdir, amma əhsəndir. Yəni kursa gedirsənmi? Tonlama falan var. Əllər qəribə görsənə bilər. Əllər çətindir uşaqlar. Kursa getsənmi də əllər adamı biraz çaşdırır. Yəni wow deyirəm, çox qəşəngdir. Postal boyalı işlər, ya da karandaşla. Ürək də çox qəşəng. Ürək çox qəşəngdir bu ara. Realistik görsən. Məncə sən kursa gedirsən. Bu qədər istedadlı. Kurs necə deyim uşaqlar? Mən kursda mən gördüyümü köçürürdüm. Sadəcə onu dərk eləmirdim. Nəyi necə çəkdiyimi başa düşmürdüm. Sadəcə köçürürdüm. Amma burada o şey bilir nəyi çəkdiyini. Onu demək istəyirəm. Yəni kursa gedəndə sizə ekstra bir şey yüklənmir orada. Sadəcə müəllimdən nə isə öyrənirsiniz və çalışırsınız. Aha, bu da tarixi bir şəxsdir deyəsən. Çox qəşəng tonlamısan ha. Yəni sən məncə kursa getmisənsə əla edirsən və bu sənəti istəyirsənsə davam elə. İskəndərovun işlərinə baxaq, bir quş görürük. Neçə yaşın var? Çox gözəldir əslində. Ahəngi, müsbət təsir göstərir insana və imza. Çox qəşəng. Aha.
Burada yazmayıb adını, neçə yaşı olduğunu heç nə yazmayıb. Sadəcə bir dənə stiker qoyub, burnunu tutan stiker var. Yəni üzgün də, yəni mən onu biraz xətrim dəyəndə falan atıram o stikeri. Amma işin çox maraqlıdır. Niyə belə şey eləmirsən? Yaşını kaş deyərdin. Yəni unutmayın uşaqlar, nə istəyirsiniz istəyin, imzası da oradadır. Qəşəng. 9-cu işimizə baxıb bunlar yaddan çıxmasın. Ha? Hə. Yəni təzə yenə atıb yəqin. Mən indi görürəm. Damalarla işləyib. Mən məsələn belə işləməyə çox xoşum gəlirdi. Daha səliqəli görsənirdi rezet vərəqini. Rezeti sevməyib də onun vərəqlərini dəyərləndirən biri olaraq. Lazımdır uşaqlar. Hər fəni sevin. Hər fəni sevməniz qeyri-mümkün, amma söhbət hardan haraya gedir bilmirəm bir dəqiqə. Nəysə, o şirin. Ördək çox şirindir bu arada. Kəpənək də çox qəşəngdir. Mən kəpənəklə pişik yanmayan da belə. Zaten təsvirləri görürsünüz. Amma mən kəpənəyi daha çox bəyəndim. Alsan, çox qəşəng işləmişsən. Neçə yaşın var? Mütləq yaşlarınızı qeyd edin uşaqlar. Mənə yaşlar daha çox maraqlı olur. Nəyə görə deyirəm? Həvəskar bir uşağın neçə yaşından başladığını, onun o yaş kateqoriyasını əsasən qiymətləndirmək daha mənim üçün maraqlı gəlir. Aha, salam müəllimə, necəsiniz? Çox sağ ol, gözəlim. Yaxşı olasan. Həmişə yaxşı olur. Bunun üzərində tam 3 gün işləmişəm. Əslində eyni gündə həm dərs, həm də bunu çəkmişəm. Həm dərsimi oxuyub, həm dərsimi çəkib. Vaxtını dəyərləndirib. Mənim üçün çətin olub, amma axır ki, çox gözəl bitib. Baxa işinizi, Zəfərlə bağlı işləyib, günayı təsvirdir. Əllərinə sağlıq deyirəm qızım. Bir müəllimə olaraq, yəni sən tövsiyəm odur ki, o bayrağımızda mütləq o 5 güşəli ulduz deyil. 5 güşəli ay parayla türklərdə olur. Biz də türkük, o heç. Amma bizdə 8 güşəli ulduzdur. Amma belə işin çox qəşəngdir. Əssən, əllərinə sağlıq. Yəni bu qədər məsuliyyətli yanaşıb 3 gün üzərində işləmişsən. Yəni çəkilən bir əziyyət var və öz əziyyətindən də qürur duymalısan. Yəni yaxşı bir şeydir bu, əhsən. Baxın uşaqlar, fikirləşin, dərsin də var, şəkildə çəkməlisən. Onun verdiyi şey tam fərqlidir. Məsuliyyət, mən çox şey eləyərdim. Ay Allah, çatdıra bilərəmmi, eləyə bilərəmmi, necə eləyərəm falan, onu fikirləşərdim və hətta ağladığım da olub. Fikirləş, boyanı istəyirəm, göz yaşım tökülür. Boyanı yaşlı axı. Belə yaylardı. Onun üçün də ağlayan bir uşaq olmuşam. Yəni, nə bilim. Gördünüz uşaqlar, sizin şəkilləriniz məni tam o uşaqlığa aparır. Amma çətin günlərdə oldu. Heç kimin bir dəfəlik bu mərhələyə gəlmir. İnşallah hər şey üçün daha gözəl olar. Aha, bunlar biraz yaxşıdır. Heç olmasa. Bu qızımız bir neçə şəkil atıb. Mən deyirdim, ay Allah, nə qədər atmışsan. At, fərqi yoxdur. Ən azı bir saymadım. Çox rəsmim var və indi hamısına baxacağıq. Aha. Məncə 5-ci sinifsən. Nəyə görə deyirəm? Ümumi indi biraz şəkillərinə baxdım. Məncə 5-ci sinif. Nəyə görə? Geyimlərə əsasən deyirəm. Geyimlər 5-ci sinifdə olur. Milli geyimlərimiz olsun, dünya ümumi. Orada görürəm. Və 5 də alıb, necə də oxuyuram. Mağara adamı işləyib uşaqlar. Bilmədim bu sözü niyə deyə bilmədim. Çox danışanda mən danışmağı unuduram. O yüzden sayım. Mağara adamı işləyib qızımız. Aha 5 alıb, neçə də hər bir onu işləmək asan deyil. Elə formalı bir şey. Rəngli bir geyimlər görürük. Burada qırmızı rəngli. Çox qəşəngdir. Azərbaycan xalq geyimini görürük. Kişi geyimini görürük. İnteriyer də çox qəşəngdir. Bizim o nənələrimizin evindəki ev interyerinə oxşuyur. O divarda olur pəncərədir. Pəncərənin daxilində. Əslində pəncərə deyil, uşaqlar çörək baxmır. Divarda o formanı da vermişsən, əhsən. Çox qəşəngdir. Portret işləyib. Məncə 11 yaşın var sənin. Yaşına əsasən eskizin, yəni əl işlərini bilmək olur. O əlavə şeylər də atıb, 10 dənə əlavə iş atıb. Demişdim də zaten ümumi çox iş atırsan. Və bu çox qəşəng bir şeydir. Atın uşaqlar. Amma dediyim kimi video uzanır, ona görə hissəyə bölürəm. Heç kimin də qəlbini qırmayıb. Aha, burada da ya maraqlıdır, qadındır. Detallar çox. Bir dəqiqə, bu çox qəşəngdir.
detallarla işləyirsən. Burada yaşlı məncə böyükdür. Çünki eyni görsənmir. Məncə bir qismini başqa bir yaşda, yəni 6 sinif ola bilər. Bir qismində bir gül işləyib çox qəşəng. Geyimləri çox işləyirsən ha. 8 Mart'da da. Geyimlər hamısını göstərəcəm sonra. Zaten görəcəksiniz, çox qəşəngdilər. 20 yanvarda görürük. Alava yenə bağışlayın, biraz çox oldu, elə bil. Olsun, at gözəl. At nəyə görə şey olur sanki. Davamı sizdə necədir? Aha, Dubai çikolata işləyib. Çox qəşəng işləmişsən. Portretə meyilliliyim var. Ümumi zaten əlişlərin hamısını göstərirəm. Yəni görürəm də. Salam müəllimə, necəsiniz? Həmişə yaxşı olun, sən də həmçinin gözəl yaxşı ol. Bugün istədim dəyişiklik olsun. 3-cü sinif şəkillərimi atdım. Düzgün, yəni, 3-cü sinifdə oxuduğu təsvirləri atıb. Mən çoxdandır yaxşı çəkməmişəm, çox da yaxşı çəkməmişəm, amma sizin tanış etmək istədim. Əl işlərimizlə paylaşacağım. İlk rəsmi çox qəşəng. Mən ilk rəsmini çox bəyəndim. Yəni qəşəngdir. 3-cü sinifdə. Yəni təqribən 9-8 yaşlı bir uşağım. Gül çox qəşəng, portret düşdüyüb. Forma çox maraqlıdır bu 4-cü şəkildə. 10 rəsmi var hələ də. Bir də hamaz. 10-cu rəsmə baxın. Kakraz Ramazan ayı da gəlir. 11 ayın sultanını. Çox qəşəngdir. Yəni 3-cü sinif, mən 3-cü sinifdə nə gündə işləyirdim, siz anlayın. Özümü çoxladım. Amma yəni bu səviyyədə o səviyyə. Öz üzərində işlə. Əlbəttə ki, peşə kimi çalışmaq tam fərqli bir şeydir. Hobbi kimi yanaşmaq tam fərqli bir şeydir. Yəni məcbur eləməyin özünüzü. İstəyirsinizsə o yola gedib. Bilirəm, valideynlər müəyyən təzyiq göstərir. Onlar da sizi düşünür, amma siz də özünüzü düşünməlisiniz. Yaxşı mənada. Hələ balacasınız da, yəni. Mən balaca olanda nə olmaq istəyirdim? İnanırsınız, mən az yaşlarımda rəsm müəllimi olmaq istəyirdim. Sonra da rəssam oldum, düşünürdüm. Sonra dizayner olmaq istədim. Sonra dizayner imtahan verdim. Alınmadım, müəllimlik oldum. Pardon, hərəyə. Aha, yenidən salın. Bu da qələmlə işlədiyim rəsm. Peşəkar deyil, amma çalışıram. 2 saat yarım işləyib bunu, bitirib və çox çətin və əziyyətlidir. Nə qəşəngdir bu. Çox qəşəngdir. Neçənci sinifdə oxuyursan? Heç qeyd eləməmisən. Çox qəşəng. Uşaqlar qələmlə işləyənlər işlər çətin olur. Nəyə görə? Sadə qarandaşla işləyirsən, pozursan da, müəyyən səhvləriniz eləyirsən. Amma burada əməli başda çox səliqəli. İştiqləmirsən də əməli başda. Çox qəşəngdir. Çox bəyəndim. Salam müəllimə, mən hansı cəsarətimlə bir müəlliməyə meydan oxudum? Meydan oxuyan balacamız. Bilmirəm, rəsmim belə oldu, amma keçən səfərinkində də çox daha yaxşı idi. Həm ilk dəfə atıb kanalımıza. Amma bu biri daha yaxşı olduğunu deyir. Görək sizinki necə alınacaq. Yanaki atıb. Pis işləməmişsən, qəşəngdir. Mən baxan kimi bilirəm qojodur. Qojodur, gəzirdi, nədir, odur. Çox da animelərə marağım yoxdur. Çox da işləmirəm də. Kanalda görməyəcəksiniz o qədər də anime. İndi bu aralar çəkməyə həvəsim var. Sizin sayənizdə də. Yəni artıq həvəs yaratmışsınız məndə. Deyirəm də sizin əl işlərinizə baxanda motivasiya olurum. Mən də işləyəcəm, söz verirəm sənə və belə demə qətiyyən. Ola bilər mənə məsələn çox da deməyiblər, 2 dəfə sən dedin. Yəni meydan oxumanı 2 dəfə sən dedin. Əlbəttə ki, yaxşı mənada mən bunu başa düşdüm. Yəni sən əks bir şey demərəm də qətiyyən. Amma mən də işləyəcəm, söz. İşləməyə davam elə. Yəni, yaxşı mənada inşallah. Oğullar sənə bir daha. Aha, ailənin yenə bir işini görürük burada. 10 yaşı var, 10 yaş qeyd edilib. Məncə çox gözəl. Yəni, məncə çox qəşəngdir 10 yaşa görə. Nəyə görə deyirəm uşaqlar? Gözlərində müəyyən problem ola bilər. Ümumiyyətlə, portret olsun, digər bir şey çəkəndə onu oxşatmaya çalışın. Çətin ola bilər. Bir 10 yaşlı bir uşaq üçün. Mən özüm 10 yaşında nə çəkmişim, onun yadımda deyil. 3-cü sinifdə mən başladım da, yəni pis qiymət almışdım. Uşaqlar mənə gülmüşdü falan filan. Belə başlamışdı. Yəni təsir etmişdi də mənə. Boş verin. O da şey təsir edir adamı. Əsas odur, arzunuzdan, xəyalınızdan vazgeçməyin. Müəllimə ilk dəfə sertifikat aldım rəssamlıq üzrə və bu bir şəkil öz çəkdiyimdir. Başqa böyüyü də Kətanda var idi. Əl işimdə çox bəyəndim. Yəni əl işi də bəyənilir.
Çox qəşəng şəkil atıb mərmər ilə qucaqlaşmış şəkildə. Yəni uşaqlar, mən ilk dəfə sertifikat aldığımda nə qədər sevinmişdim. Ay Allah, dəli olmuşdum da, yəni hamıya göstərirdim. Sonradan gəldi sertifikatlar falan. Bir sevdiğim bir peşədə uğur qazanmanın onun ləzzəti tam fərqli bir şey olur uşaqlar. Sən uğurlar gözlənir. Ümid edirəm videonu izləyirsən və bunu deyim ki, hələ bu başlanğıcdır. Sən o qədər sertifikat alacaqsan ki, bəzən o qədər deyəcəklər, sən neyinirsən o sertifikatı? Sən deyəcəksən ki, bunu mənə elə belə vermədilər. Mən bir əziyyət çəkdim və onun bəhrəsini mənə verəcəklər. Sertifikat alacaqsan, diplom alacaqsan, üniversitete girib diplom alacaqsan, peşə sahibi olacaqsan. Və onların qabağında bu sertifikatlar, mənim ən böyük arzum odur ki, sertifikatlarla divarları hamısını eləyim. İnşallah sən də eləyəcəksən və deyəcəksən ki, deyir sizə bəxtin gətirdi. Sən çox şanslısan. Bu şans deyil. Bu əziyyətin bəhrəsidir deyəcəksən inşallah. Biraz bu sertifikat məsələsi biraz yaralı hissəmizdir. Çünki o qədər deyiblər ki, mən də onun sertifikatı alıram. O sənin aldığın sertifikatla mənim aldığım sertifikat bir deyil əlbəttə ki. Yəni rəssamlıq tam fərqli bir sahədir uşaqlar. Hər bir sahə çətindir, özəldir. Amma bizimkində biz ürək qoyuruq da bir sözlə. Biz qəlbimizin bir hissəsini qoyuruq və o hər kəsin önündə, qabağında olur və hər kəs onu siper alır. Yəni onu hücuma keçir ki, sən bunu elədin, bunu elədin. Çox uzağa getməyək, rəsmlərimizə qalxaq. Uğurlar sənə bir daha quzum. Salam, necədir? Adım Nihatdır, 10-cu sinifəm. Qabiliyyət imtahanına hazırlaşıram. Qrafik dizaynerliyə seçmişəm. İlk növbədə Nihat, sənə bol-bol uğurlar. İnşallah qabiliyyət imtahanından çox gözəl nəticə əldə edərsən. Gələn il olacaqsan da 10-cu sinifsən artıq. Və işini çox bəyəndim, tonlaması falan çox maraqlıdır. Yəqin çoxdandır qabiliyyət, yəni hazırlığa gelirsən. Çünki istedadın da var, bilinir, çox qəşəngdir. Yəni əhsən. Deyirsən də qrafik dizayner olsan belə, seçsən belə, sən dizaynda, yəni antik baş heykəldə imtahan verəcəksən. İnşallah uğurla da keçərsən. Mən çox bəyəndim işini. Uğurlar sənə. Bir də uşaqlar mənə sual verir, mən qrafik dizaynerəm, mən hansını seçim? Yəni hara, nə imtahan verəcəm? Dizayn ümumiyyətlə bir bölmədir uşaqlar. Sən dizayn imtahanını keçirsən və dizayna qəbul olursan. Və bir kurs sən dizaynı oxuyursan patoklu formasında. İkinci kursda sənə seçim verirlər ki, sən hansı bölmə, dizaynın hansı bölməsinə getmək istəyirsən. Bu geyim ola bilər, moda, geyim moda bir yerdə gedir. Sən seçdiyin kimi qrafik dizayner, uşaqlar parçalanırlar. Ona görə belə şeylərdə çalışmayın. Sənə də uğurlar Nihat. Aha, hal-hazırda 15 yaşım var. Bu şəkli 10-12 yaş arasında çəkmişəm. Aha. 6-cı sinif oxuyurdum. Həmin vaxtlar çox da sevirdim. Hə, 6-cı sinifdə oxuyanda, 6-5 siniflərdə oxuyanda çox sevirmiş rəssamlığı, şəkil çəkmək. Amma hal-hazırda da imtahanlara hazırlaşdığına görə də deyəsən vaxtı olmur. Sizcə necədir? İlk növbədə uğurlar sən gözəm. Bilirəm, uşaq vaxtkən çəkdiyimiz hal-hazırda qabiliyyət falan, qabiliyyətlə yox, ümumiyyətlə blok hazırlaşanlar var, bir neçə qrup hazırlaşanlar var. İstəyir, istəmir, belə söhbətlər var. Bunu deyim ki, işin çox qəşəngdir, don çox qəşəng, forması falan, qızın arxasından çevirməsi, yəni maraqlı işləmişsə. Yəni, məncə daha çox uğur orada. Hamısını atasan inşallah, uğurlar sənə. Aha, salam müəllimə, adım Naibdir, 10 yaşım. Bir də gülücük atır. Düşlər çox qəşəngdir, maraqlı işləmişsən, Naib. İlan forması, Mona Lisa'nın da işləyib, Einstein işləyib, sən bu gülüş gülüşüdür də, mən bax nədir, mənim işlərimə bax bir dənə, iş gördü deyir uşaq. 10 yaşlı uşaq üçün məncə çox qəşəngdir. Bu da əladır həqiqətən. Tövsiyəm odur ki, yəni, bir dənəsi tanış gəlir mənə. O ilan forması falan. Qəşəngdir Nihan. Naib, üzr istəyirəm, Naib. Qəşəng. Aha, bir yazıb, öncəliklə salam. Belə əleykum salam. Mən 14 yaşındayım, amma bunları 12-13 yaşında falan çəkmişəm. Biraz çox oldu, bilirəm, amma hələ atacaqlarım var. Onları 18-ci seriyə ataram. Bilmirəm, uşaqlar, neçənci seriyədəyik? Biz baxın, nə qədər seri ucu çıxır. Yəni, bu arada qədər gözəlliyi atmağa çalışdım. İnşallah bəyənərsiniz. Mən sizin atdığınız hər şəkil bəyənirəm uşaqlar. Yəni, atmaya davam edin. Bir də ki, mən şəkilləri biraz
Üstsüz çəkmirəm. Ha, indi çatdım. Mən 2 saat oxuyuram uşaqlar. Deməli, demək istəyir ki, tam da ekranı görə bilməsən, üstünə tıkla, o açılır da səhifə kimi. Hə, başa düşdüm indi. A, Alman nə qəşəng işləyib. Alman forması qəşəngdir. Tonlamasını biraz da eləsən, super olacaq da, yəni. Hər formada işləmisən, yeyilmişindən tutmuş doğranılmışa qədər də, yəni. Detallar, make-up işlə. Qəşəngdir bu. Detallarına qədər. Adam bir dəfəlik baxanda başa düşmür. Biraz yaxınlaşdım, gördüm. Saat əriyir. Bəli uşaqlar. O boş-boş keçirdiyimiz vaxt əlimizdən axır gedir. O bir dəfə də qayıtmır. Çox qəşəngdir. Formalar çox qəşəngdir. Wings işləyib. Üzlərini işləməyib elə bir. Üzlərini göstərmir. Ürək də işləyib. Ox atan qız işləyib. Vita şirəsinin Vita şirəsinin üstündəki yazısına qədər hər şey. Mən ən sevdiyim Vita şirəsidir. Həqiqətən reklam zad deyil. Bilmirəm gələcəkdə reklam alarıq, almarıq, amma bilmirəm. Amma bu Vita şirəsini çox sevirəm mən. Daha digərləri yupik içilmişəm kimi gəlir. Bu da çox gözəldir. Qızım, dediyim kimi, əksər portretlərində ən böyük tövsiyəm odur ki, ağız burunla məşq elə, sonra onu elə. Ən yaxşısını sən eləmisən elə. My Art Life. Art Life-ın çox rəsmləri var. Mən bu rəsmini götürdüm. Ümumi bir kanalda baxdım, çox atmışsan quzum. Deyəcəksən, mənim bir qismini qoymuşsunuz, bir qismini qoymamışsınız. Video çox uzun olur quzum. Həm də istəmirəm ki, hər birinizin şəkillərini ötəri baxın. Baxın, zövq alın. Həm də sizin üçün də maraqlı olsun. Və hələ çox rəsm var. Artıq mən 2-3 rəsm qaldı. Axıra onlara indi baxıram. Və necədir yazmışsan? Müəllimə portret, bilik. Billie Eilish, bilik oxudum uşaqlar üzrsən. Billie Eilish çəkir. Billie Eilish'dir. Ha, Billie Eilish. Məncə çox qəşəng. Oxşatmısan, gözlər, o gözlər. O belə baxır belə. İndi nətər baxır bilmirəm, amma baxır da bitər. O maraqlı işləmişlər, çox qəşəngdir. Salam, mənim 16 yaşım var. Buna baxan qiymət verin. Nə demişsən? Bax və qiymət ver demişsən. Konturlar biraz olmasa, lap əla olar, yəni qızım. Bilmirəm, qızsan, oğlansan, böyük ihtimal qız olarsan. Gül də məsələn, çox qəşəngdir. Tonlamaya biraz fikir versən. Tonlama nə deyirik uşaqlar? Tünddən açığa doğru, açıqdan tündə doğru. Parçanı tonlamısan, baş, ştrixlə öyrənmən, yəni ştrix öyrənmək istəyirsənsə parçanı öyrənmək istəyirsənsə ştrixləmə öyrənirsən. Matrumutlar işləyir, əslən, quş necədir? Amma gözəldir. Amma ən gözəli məncə budur. Əslən 9-8-ci rəsmləri. Antik baş heykəl. Hə quzum, biraz çətin olub sənin üçün. Antik baş heykəl, əgər sən qabiliyyət imtahanı verəcəksənsə, 16 yaşın varsa, 1 il vaxtın var, 1 il yarım. Onun üçün də bir dəfəlik heykəlin özünü keçmə. Ağız burun məşqlərini et. Antik baş heykəllərin kimi imini. Real insan ağız burnu demir, amma antik baş heykəlini. Davidin ağız burun şeylər var. Pinterestdə yaz, avtomatik gələcək zaten. Müəllimə adım Gülaydır. Mənim 12 yaşım var. Mən bu rəsmləri 1 il əvvəl çəkmişəm. Yəni 11 yaşım olandı. Bu karakter nəsə çətindir, istiqaməti. Şeydə bunu görmüşük. Bunun adı nə idi uşaqlar? Amma çoxu da çəkirsiniz onu. Mən də bir də çəkəcəm. Siz çəkirsiniz, mən də həvəs çəkərəm. Mən də çəkəcəm. Vaxtım olsa əlbəttə ki, əhsən. Bu məncə tanış gəlir. Bu ilan falan, kəllə çıxır ağzına falan. Çıxır ağzına, hə. Maraqlı, tanış gəlir. Desən atmısan, hə? Çünki tanış gəldi. Zürafə bizə niyə sifət eləyir? Belə şey eləyib. Elə eləməyib əlbəttə ki, çox qəşəng, maraqlı. Sən həqiqi formalı şeylər çox işləyirsən, hə? Çətindir. Hər kəs belə öndən çəkə bilər, amma sən biraz ona maraq qatırsan. Niyə belə baxır bu bizə? Amma həm şirin, həm qorxuducudur. Qəşəng. Bir də Nərimanın işinə baxaq. Nərimanın 13 yaşı var. Nərimanın bir neçə işini də kanalımızda görmüşsünüz uşaqlar. Bu da bu tələbəmizdə Billie Eilish çəkib portretini. Maraqlıdır. Gözlərindən bilinir də odur. Amma tövsiyəm odur ki, Nəriman biraz ağız burun məşq elə, sonra oxşatmaya çalış. Bir dəfəlik portreti qaçmayın uşaqlar. Mən heç tövsiyə etmirəm. Çünki mən travmalarım biraz çoxdur.
Çox belə söz deyiblər də mənə. Sonra da mən oturmuşam, ağlamışam, ağlaya-ağlaya çəkmişəm. Mən nəsə ağlayan bir uşaq olmuşam. Bu qədər də uşaqlar digər bir hissəsində ikinci günü görəcəksiniz. Hər biriniz çox gözəl işləmisiniz və digər hissədə də mən baxdım elə belə şəkillər. Çox qəşəng şəkillər daha da var. Aralarında wow şəkillər də var. Bir sözlə ikinci gün görüşərik.